Salam əziz abituriyentlər. Bu dəfəki mövzu dəyişənlərin Python dilində dəyişənlərin adları ilə bağlı olacaq, dəyişənlərin adlandırılması ilə bağlı olacaq. Əvvəlki videoların birində demişdim ki, proqramlaşdırmada geniş sürətdə dəyişənlərdən istifadə olunur. İstifadəsi kimi bu dəyişənlərə ad verməkdə sərbəstsiniz. Amma müəyyən tövsiyələr və məhdudiyyətlər var ki, bunlara əməl etməkdə fayda var. Tövsiyələrə əməl etməkdə fayda var, yəni bu dəyişənləri adlandırarkən. Amma məhdudiyyətlərə əməl etməyə məcburuq, yəni bu məcburiyyətdir. Hansı tövsiyələr olunur? Dəyişənlərə mənalı adlar vermək lazımdır. Bu birinci tövsiyədir, yəni onun məqsədinə uyğun, tipinə uyğun ad vermək lazımdır. Və ikinci tövsiyə də bundan ibarətdir ki, Python proqramlaşdırma dilində dəyişənlərin adları üçün dəyişənlərin adlarının uzunluğu üçün bir məhdudiyyət yoxdur. İxtiyari uzunluqda ola bilər. Amma yaxşı olar ki, dəyişənlərə qısa adlar verək. Çünki bu bizim işimizi daha sürətli və daha optimal edə bilər. Bunlar sadəcə bir tövsiyələrdir, yenə də şəxsin iradəsindən asılı olan məsələlərdir. Amma müəyyən məhdudiyyətlər var ki, onlara mütləq əməl etmək məcburiyyətindəyik. Məsələn, dəyişənlərə ad verərkən mütləq Latin əlifbasının hərflərindən istifadə olunmalıdır. Bu bir məcburiyyətdir. Sonra dəyişənlərin adları rəqəm ilə başlaya bilməz. Məsələn, mən burada bir 2x dəyişəni yazıram, bərabərdir, deyək ki, 5, y bərabərdir, 4, c bərabərdir, 2x üstə gəlinsin, y. 2x üstə gəlinsin, y. Və buradan print c yazsam, run modulunu çağırsam, mənə belə bir xəta verir, error verir və xətanın, səhvin harada olduğunu da burada göstərir. Gördüyünüz kimi 2-ni düzbucaqlı formada bir qırmızı çərçivəyə alıb, yəni mən bu 2-ni buradan silməliyəm. Olmaz. Dəyişənin adının önündə rəqəm olmaz. Dəyişən rəqəmlə, dəyişən adı rəqəmlə başlaya bilməz. Oradan silirəmsə, təbii ki, C-də də burada 2x-i silməliyəm. Bundan sonra run modulunu çağırıram və gördüyünüz kimi proqram normal şəkildə icra olundu və 5-dən 4-ün cəmi olan 9-u ekrana çıxardı. Sonra amma dəyişənlərin adlarının önündə dedik ki, rəqəm ola bilməz, yəni rəqəmlə başlaya bilməz, amma sonunda olar, x2 olar. Məsələn, həmçinin ortada ola bilər, x2z ola bilər. Yəni, bunlara icazə var. Sonra, yəni bir də bunu göstərmirəm. Yəni, icazə var. Belə bunu da icra edək, x2-ni də icra edək. Gördüyünüz kimi normal şəkildə yenə 9-u ekrana çıxardı. Yəni, proqram normal şəkildə icra olundu. Sonra, dəyişənlərin adları hansı simvol ilə başlaya bilər? Alt xətt deyilən simvol var, yəni altından xətt qoyuruq. Bunu öndə də qoya bilərik. Dəyişənin adının önünə alt xətt qoyuruq. Yəni, bu dəyişənlərin adlandırılması zamanı buna yol verilir. Dəyişənin adı alt xəttlə başlaya bilər. Və run mod çağırıram. Və gördüyünüz kimi proqram normal şəkildə icra olunur və 9 nəticəsini ekrana çıxarır. Dəyişənlərin adlarında boşluq simvolundan istifadə edilə bilməz. Heç bir halda boşluq simvoluna icazə verilmir. Məsələn, deməli, istifadəçi var ki, öz adını və soyadını dəyişən kimi təyin etmək istəyir. Məsələn, deyək ki, biri mən Sahil yazıram, boşluq buraxıram və Quliyev yazıram. Sahil və Quliyevin arasında bir boşluq buraxmışam. Gəlirəm burada ikinci dəyişəni y olaraq saxlayıram. C-də də bunu x-in yerinə Sahil Quliyev yazıram. Və modulu çağırıram. Və gördüyünüz kimi invalid sintaksdə səhv var. Və səhv
olan yeri düzdür. Burada Q hərfini, G hərfini alıb çərçivəyə, amma məsələ G hərfində deyil təbii ki. Bu boşluqdadır. Boşluğu oradan silən kimi hər şey düşür qaydasında gördüyünüz kimi. Bax, buradan da boşluğu silirəm və kodu icra edirəm. Gördüyünüz kimi kod normal şəkildə işlədi və 9 nəticəsini yenə də ekrana çıxardı. Bundan sonra bilmək lazımdır ki, əgər biz bu Sahil Quliyev, yəni adımızın və soyadımızın arasında nəysə, yəni onları ayırmaq istəyirsə bir-birindən, onların arasına alt xətt əlavə edə bilərik. Sahildən sonra bir dənə alt xətt qoya bilərəm. Yəni buna icazə verilir. Adlar bir-birindən alt xətt ilə ayrıla bilər. Təbii ki, buna da yol verilir. Gördüyünüz kimi icra olunur, heç bir problem yoxdur. Normal şəkildə kodu icra edə bildik. Sonra dəyişənlərə ad verərkən rezerv, yəni ehtiyat adlardan istifadə etmək olmaz. Ehtiyat ad nədir? Hər bir proqramlaşdırma dilində ehtiyat adlar, rezerv adlar var. Bu adlar nəyə xidmət edir? Xüsusi təyinatlı adlardır bunlar. Xüsusi təyinatlı sözlərdir. Bu sözlər dilin operatorlarıdır, proqram bölmələridir, funksiyalardır və s. digər elementlər rolunda çıxış edən sözlərdir. Məsələn, Python dilində for və while dövrü var, bilirik. Bu dövrləri dəyişən adı kimi təyin edə bilmərik. Misal üçün, mən burada yazıram for bərabərdir 5. Gördüyünüz kimi, mən for yazan kimi onu fərqli bir rəngdə yazdı. Yəni, bir növ mənə göstərməyə çalışır ki, bunu təyin etmək olmaz. Baxın, başqa bir normal bir dəyişən daxil edirəm. Y bərabərdir 4. İndi C bərabərdir for üstə gəl Y. Print C və kodu icra etməyə çalışıram. Gördüyünüz kimi invalid sintaksis səhvini ekrana çıxardı. Sintaksdə səhv var. Burada yenə də bərabər işarəsini alıb çərçivəyə, amma məsələ bərabərdə deyil, for adındadır. Yəni, dəyişənləri bu adla adlandırmaq olmaz. Çünki bu bir dövr operatorudur. Yəni, proqram bunu dövr kimi qəbul edir. Odur ki, bunu dəyişən kimi təyin etmək olmaz. Ümumiyyətlə, hansı rezerv adlar var? Bunları mən PDF şəklində hazır eləmişəm. Burada hazır eləmişəm. Deməli, bu adlar var. Bu rezerv adları bu cədvəldə mən qeyd eləmişəm. Yəni, bu adlardan istifadə etmək olmaz. Dəyişənə ad verərkən bunlardan istifadə etmək olmaz. Bu adları belə deyək, əzbərləmək məcburiyyətində deyilsiniz. Zaten bu adların əksəriyyəti haqqında irəliləyən dərslərdə geniş məlumat əldə edəcəksiniz. Yəni, Python proqramlaşdırma dilini müəyyən səviyyəyə qədər öyrənməyə çalışacağıq və təbii ki, bu adların çoxsuna rast gələcəyik. Yəni, bunları öyrənməyə, bunları əzbərləməyə ehtiyac yoxdur. Zaten proqramlaşdırma məntiqini dərk edəndən sonra başa düşəcəksiniz ki, nəyi ad kimi vermək olar, nəyi ad kimi vermək olmaz. False, true, and, not, or, bunlar hamısı bir operator, def, elif, if və s. Yəni, bu adlardan return, bu adlardan istifadə etmək olmaz. Bundan sonra hansı məhdudiyyət qalır? Həmin məhdudiyyətləri burada yazmışam. Bəs salam, məhdudiyyətlər bu qədər bununla da tamamlandı və bir də yenə də vurğulamışam əvvəlki dərslərdə, indi də burada yazmışam bunu. Bunu bir məhdudiyyət kimi yox, bir bilgi kimi qəbul edin. Python proqramlaşdırma dilində dəyişənlərin adında böyük və kiçik hərflərin fərqi var. Yəni, məsələn, böyük A və kiçik A dəyişənləri bir-birindən fərqləndirilir. Fərqli dəyişənlər hesab olunur. Dəyişənlərin adlandırılması ilə bağlı bu qədər. Növbəti dərsimiz input funksiyası olacaq. Sağ olun. Gələn görüşlərdə görüşənədək.